30-cu hissə Gizlin düşüncələr Sigmund Freud Özünüzü həqiqətən də tanıyırsınızmı? Qədim filosoflar da tanıya biləcəyinə inanırdılar. Bəs onlar səhv etmiş olsalar necə? Bəlkə beyninizin elə dərin qatları var ki, onlara heç zaman birbaşa çata bilməzsiniz. Eynilə qapısı kilidli otaq kimi. Görüntü aldadıcı ola bilər. Səhərlər günəşin üfüqdən qalxdığını görürük. Gün ərzində o səmada hərəkət edir və ən nəhayət əks tərəfdəki üfüq xəttində gözdən itir. Günəşin yerin ətrafında dövr etməsi təəssüratı yaranır. Bir neçə əsr boyu insanlar məhz belə düşünmüşdülər. Lakin əslində belə deyil. 16-cı əsrdə astronom Nikolay Kopernik məsələni anlamışdı. Digər astronomlar isə buna şübhə ilə yanaşırdılar. Kopernikin inqilabi ideyası, yəni yerin heç də kainatın mərkəzi olmaması ideyası əsl şok effekti yaratmışdı. 19-cu əsrin ortalarında isə artıq tanış olduğumuz kimi başqa bir sürpriz baş vermişdi. O vaxta kimi insanların heyvanlardan tamamilə fərqli olması və Tanrı tərəfindən yaradılması ideyası hökm sürürdü. Charles Darwinin təkamül nəzəriyyəsi, insanın primatlarla eyni əcdadı bölüşməsini və insanın Tanrı tərəfindən yaradılmasını zənn etməyin yanlış olduğunu sübuta yetirmişdi. Bu nəzəriyyə insanın primatlardan nə ilə fərqləndiyini və bizim onlarla nə dərəcədə oxşar olduğumuzu izah edirdi. Darwinizm inqilabının effekti hələ də hiss olunmaqdadır. Sigmund Freydə görə isə üçüncü belə bir inqilab onun öz kəşfi, yəni alt şuur ilə bağlı yaşandı. O anlamışdı ki, bizim gördüyümüz işlərin bir çoxu özümüzdən də gizli saxladığımız istəklərdən doğur. Biz onlara birbaşa yol tapa bilmirik. Lakin bu onların bizim hərəkətlərimizə təsir etməsinə mane olmur. Etmək istədiyimiz, lakin bunu istədiyimizin fərqində olmadığımız şeylər də var. Bu şuuraltı istəklər bizim həyatımıza və cəmiyyətin quruluşuna çox güclü bir təsirə malikdir. Bunlar insan sivilizasiyasının ən müsbət və ən mənfi aspektlərinin mənbəyidir. Bu kəşf Freydə məxsus olsa da, oxşar ideyalara Friedrich Nietzsche'nin əsərlərində də rast gəlmək olar. Karyerasına nevrolog kimi başlayan psixiatr Freyd, Avstriya-Macaristan imperiyasının tərkibində olduğu dövrdə Viyanada yaşamışdı. Orta təbəqədən bir Yahudi ailəsinin oğlu kimi o, 19-cu əsrin sonlarında bu kosmopolitan şəhərə xas, yəni yaxşı təhsil almış gənclərdən biri idi. Bir neçə gənc pasiyentlə işlədikdən sonra isə onun diqqətini psixikanın xəstələrin davranış və problemlərini onların özlərinə də bəlli olmayan mexanizmlə formalaşdıran məqamlar özünə cəlb etmişdi. O, isteriya və nevrozun başqa formalarına maraq duyurdu. Əksər hallarda qadınlardan ibarət olan bu isterik pasiyentlər gecələr yuxulu halda gəzir, qarabasmalar görür və hətta qıc olurdular. Lakin bütün bu halların səbəbi bəlli deyildi. Həkimlər bu simptomların fiziki səbəblərini tapa bilmirdilər. Pasiyentlərin şəxsi həyatlarına yaxından bələd olaraq və onların öz problemləri haqda danışdıqlarını diqqətlə dinləmək yoluyla Freyd bütün problemlərin həqiqi mənşəyinin hansısa narahat edici xatirə və ya istək olması ideyasını formalaşdırdı. Bu xatirə və ya istək şuur altında yatırdı. Pasiyentlərin özlərinin isə bundan xəbəri yox idi. Freyd öz pasiyentlərinə rahatca divana uzanıb ürəklərindən keçənlər barədə danışmağı təklif edirdi və bu çox zaman onların özlərini daha yaxşı hiss etməsinə və narahat edici ideyaların itib getməsinə şərait yaradırdı. Bu azad asosiasiya ideyaların sərbəst axınına imkan yaradaraq, əvvəllər alt şuurda gizlənən səbəbləri şuur səviyyəsinə çıxarmaqla heyrətamiz nəticələr verirdi. O, pasiyentlərindən yuxularını ona danışmalarını xahiş edirdi. Necə olurdusa, bu cür danışıqla müalicə problem yaradan düşüncələrin aşkar edilməsinə və simptomların aradan qaldırılmasına səbəb olurdu. Sanki danışıq onların üzləşmək istəmədikləri ideyaların yaratdığı təzyiqi qismən azaldırdı. Bu, psixoanalizin yaranışı idi. Lakin şuuraltı istəklər və xatirələrə malik olan sadəcə nevrotik və isterik pasiyentlər deyildi. Freydə görə hər kəsdə belə düşüncələrə rast gəlinir və cəmiyyət həyatı məhz bu yolla mümkün olur.
Biz həqiqi hiss və istəklərimizi özümüzdən gizlədirik. Bunların bir çoxu zorakılıq və seksual xarakterlidir. Onların sərbəst buraxılması isə hədsiz qorxuludur. Buna görə də şuurumuz onları alt şuur səviyyəsinə qədər sıxışdırır. Onların bir çoxu uşaq yaşlarımızda formalaşır. Erkən uşaqlıq dövründə yaşanmış müəyyən hadisələr yetkin yaşlarda özünü viruza verə bilir. Misal üçün Freud inanırdı ki, bütün kişilərin alt şuurlarında öz atalarını öldürmək və anaları ilə sevişmək kimi gizli istəklər yatır. Bu, Yunan mifologiyasında öz atasını öldürən və doğma anası ilə evlənən kral Edipin adı ilə Edip kompleksi adlandırılmışdı. Bu cür axmaq istək özlərindən xəbərsiz halda bəzi insanların həyatlarını istiqamətləndirir. Beyindəki nə isə bu cür qaranlıq düşüncələrin aşkara çıxmasına imkan vermir. Lakin alt şuurdakı bu və digər mənfi fikirlərin qarşısını alan maneə bəzən öz işini yetərli səviyyədə görə bilmir. Gizlin düşüncələr anlaşılmaz şəkildə olsa belə, bəzən üzə çıxmağa imkan tapır. Misal üçün, yuxularda onlar özünü aşkar biruzə verir. Freud üçün yuxular alt şuura aparan əsas giriş idi. Gizli düşüncələri aşkara çıxarmağın ən yaxşı yollarından biri idi. Yuxuda gördüklərimiz əslində başqa şeyləri təcəssüm etdirirdi. Bu, əslində dərin qatlarda baş verənlərin səthdəki görüntüsüdür. Və həmin o dərinliklərdə gizlənən şeylər yuxuların həqiqi anlamıdır. Psixoanaliz də məhz bunu anlamağa çalışır. Bizim yuxuda gördüklərimiz simvollardır. Onlar bizim alt şuurumuzda gizlənmiş düşüncələri əks etdirir. Misal üçün, yuxuda ilan, çətir və ya qılınc görmək çox zaman maskalanmış seksual istəkdən xəbər verir. İlan, çətir və qılınc klassik Freud simvolları olmaqla penisi simvolizə edir. Eyni şəkildə yuxuda pulqabı və ya mağara görmək qadın cinsiyyət orqanını simvolizə edir. Əgər bu ideyalar sizə absurd və şok edici görünürsə, onda yəqin ki, Freud bunu əslində şuurunuzun sizi daxili seksual düşüncələrdən qorumaq cəhdi kimi izah edərdi. Şuuraltı istəkləri aşkar etməyin başqa bir yolu isə Freud sürüşmələri adlandırılan dil sürüşmələridir ki, bu zaman biz varlığından xəbərsiz olduğumuz istəkləri gözlənilmədən dilimizə gətiririk. Bir çox televiziya aparıcıları bəzən mürəkkəb ad və terminlərin səsləndirilməsində yanlışlığa yol verərək məhz bu cür sürüşmələrə məruz qalırlar. Freud nəzəriyyəçiləri həddən çox təkrarlandığı vaxt bunun təsadüfi bir hal olmadığını bildirərdilər. Heç də bütün şuuraltı düşüncələr zorakılıq və ya sekslə bağlı olmur. Bəziləri fundamental ziddiyyətlə əsaslanır. Biz şuurlu şəkildə bir şey istədiyimiz halda, bəzən alt şuur səviyyəsində onun tam əksini istəyə bilirik. Təsəvvür edin ki, universitetə daxil olmaq üçün çox vacib bir imtahan verməlisiniz. Bu imtahana hazırlaşmaq üçün şuurlu şəkildə lazım olan bütün hazırlığı görürsünüz. Sualları təkrarlayır, cavabları əzbərləyir və imtahana vaxtında yetişmək üçün zəngli saatı qurursunuz. İlk baxışda hər şey yolunda gedir. Vaxtında yuxudan oyanır, əl üzünüzü yuyub yemək yeyirsiniz və imtahana vaxtında yetişəcəyinizi dəqiq bilərək yola çıxırsınız. Avtobusda rahat yol getdiyiniz zaman isə qəfil xəbər tutursunuz ki, səhv avtobusa minmisiniz. Şəhərin tamam əks tərəfindəsiniz və imtahanın keçiriləcəyi yerə vaxtında çatmaq üçün heç bir şansınız yoxdur. İmtahandan kəsilmək qorxunuz sizin şuurlu səylərinizi öz nəzarət altına alıbdır. Deməli, şuurunuzun dərinliklərində siz imtahan yerinə çatmaq istəməmisiniz. Bunu özünüzə etiraf etməyə isə gücünüz çatmayıb. Lakin alt şuurunuz sizi aşkar fakt qarşısında qoyubdur. Freud öz nəzəriyyəsini sadəcə psixoloji xəstəliyi olanlara deyil, normal insanlara da tətbiq eləmiş, insanların dinə nə üçün bu qədər bağlandıqlarının psixoanalitik izahını vermişdi. Siz Tanrıya inana bilərsiniz, Tanrının varlığını həyatınızda hiss edə bilərsiniz. Lakin Freud Tanrıya olan inancınızın haradan qaynaqlandığını sizə izah edir. Siz Tanrıya məhz o mövcud olduğu üçün inandığınızı düşünə bilərsiniz. Freud isə düşünürdü ki, sizin Tanrıya olan inancınız eynilə kiçik yaşlarınızda olduğu kimi, hələ də müdafiəyə ehtiyac duyduğunuzu düşünmənizdən qaynaqlanır. Freudin fikrincə, ayrı-ayrı sivilizasiyalar bu illüziyaya əsaslanmışdır.
Siz haradasa var olan, sizi müdafiə edəcək güclü bir ata obrazının illüziyasına həsrətsiniz. Bu arzulardan doğan düşüncədir və siz Tanrının mövcudluğuna ona görə inanırsınız ki, qəlbinizin dərinliklərində onun mövcudluğu ilə bağlı bir arzu var. Bütün bunlar isə erkən uşaqlığınızda formalaşan müdafiə ehtiyacının alt şuurda formalaşdırdığı istəkdən qaynaqlanır. Uşaqlıqdan qalan bənzər hisslərə malik yetkin insanlara Tanrı məfhumu daxili rahatlıq gətirir. Halbuki yetkin insanlar özləri bundan xəbərsiz olurlar və bütöv bir dinin əslində mövcud olan Tanrıdan deyil, qarşılanmayan dərin psixoloji ehtiyacdan doğması fikrini aktiv şəkildə boğurlar. Psixologiya baxımından Freydin əsərləri René Descartes kimi mütəfəkkirlərin düşüncə barədə yürütdükləri bir çox ehtimalları sual altına alıbdır. Descartes beyninin öz-özlüyündə şəffaf olduğunu düşünürdü. O hesab edirdi ki, əgər düşüncəniz varsa, sizin bundan mütləq xəbəriniz də var. Freyddən sonra isə şuuraltı düşüncənin mövcudluğunu qəbul etmək qaçılmaz olmuşdu. Şuuraltı düşüncənin mövcudluq ehtimalı əksəriyyət tərəfindən qəbul edilsə də, Freyd ideyasının əsasları heç də bütün filosoflar tərəfindən qəbul edilməmişdi. Bir çoxları Freydin nəzəriyyəsinin elmi olmadığını iddia edirdi. Onlardan ən məşhuru Karl Popper psixoanalizin bir çox ideyalarını inkar edilməz ideyalar hesab edirdi. Bu kompliment deyildi, tənqid idi. Popperə görə elmi araşdırmanın məğzi testlər idi. Hansısa bir müşahidənin və ya nəzəriyyənin təcrübələr vasitəsilə inkar edilməsi idi. Popperin misalına əsasən uşağı suya itələyən və onu sudan çıxarmaq üçün özünü suya atan adamın davranışları bütün digər insan davranışları kimi Freydin nəzəriyyəsi ilə izah edilə bilərdi. Uşağı suda boğmaq və ya xilas etmək istəməsindən asılı olmayaraq, onun davranışlarını Freydə görə izah etmək olardı. Yəqin ki, Freyd birinci adamın hərəkətini uşaqlıqdan qaynaqlanan Edip kompleksinin nəticəsi kimi, ikinci adamın hərəkətini isə alt şuurda gizlənmiş cəmiyyətə faydalı olmaq istəyi ilə izah edərdi. Əgər hər mümkün müşahidə bu nəzəriyyənin doğruluğuna dair sübut kimi götürülərsə və bunun əksinin isbatı üçün heç bir vasitə olmazsa, Popperin düşüncəsinə görə belə bir nəzəriyyəni ümumiyyətlə elmi nəzəriyyə saymaq olmaz. Digər tərəfdən Freyd də Popperin psixoanalizə bu qədər aqressiv yanaşmasını onun alt şuurunda gizlənmiş hansısa gizli istəklə əlaqələndirə bilərdi. Freyddən tamam fərqli düşüncə tərzinə malik Bertrand Russell onun din əleyhinə fikirlərini bölüşürdü və bunu insanlığın xoşbəxt ola bilməməsinin əsas mənbəyi sayırdı.